Kim deyə bilər, türklər dönərə niyə İskəndər adı veriblər? Məncə bunu çox adam bilmir. Bəri başdan deyim ki, həyatımda ilk dəfə İskəndər dönərin dadına baxdım. Əslində Bakıda dönərin bu növünü çox yerdə verirlər, amma hər yerdə orijinal şəkildə verilmir. Bura Nərmanovda yerləşən fıstıq restoranıdır. Biz 3 nəfər həriyə bir pors İskəndər dönəri sifariş etdik. Deməli 1867-ci ildə Bursada İskəndər adında biri ilk dəfə quzunu yerə paralel deyil, dik şəkildə içinə şiş keçirərək bişirməyə başlayıb, ət alovun ətrafına dönərək pişib. Dönər sözü də buradan gəlir yəqin ki. Çox ləzzətli alındığına görə İskəndərin dönər kababı dillərə dastan olub. Altına suxarik düzülür, üstünə ət, üzərinə bol sous və ərimiş yağ əlavə olunur. Pomidor biberi də öz yerində. Yanında qatıq da verilir. Dad möhtəşəm idi. Mən çox yağlı olacağını düşünmüşdüm açığı. Amma həm qatıqla yeyilməsi, həm də ətlə suxariklərin yağı öz canına çəkməsi unikal dad balansı yaratmışdı. Özü də kifayət qədər doyumludur. Bir porsun qiyməti 15.90-dan başlayır. Ətin qramajına görə qiymət cüzi miqdarda dəyişir. Toyuqlu versiya isə 10.90-dır. Bir də burada qarışıq pidenin, xırt-xırtlı badımcan salatının və krevetli sezar salatının da dadına baxdıq. Keyfiyyətə söz yox, adamın üstə Allah var. Rahatlıqla dosta tanışa tövsiyə eləyəcəyim yer kimi yadımda qaldı. Bir də burada çox yerdə olmayan bir özəllik var. Deməli, ikinci mərtəbədə uşaqlar üçün əyləncə otağı var. Orada kamera quraşdırıblar. Siz salondakı monitorlardan uşağınızı rahat şəkildə izləyə bilirsiniz. Məkanın namaz otağı da var. Mətbəx müştərilərə açıq şəkildə fəaliyyət göstərir. Yəni hər şey gözünüzün qabağında hazırlanır. Bura Şərq bazarının arxa küçəsində, konkret desəm Qarabağ küçəsi 48C ünvanında yerləşir. Məncə yadda saxlayın və ən azı bir dəfə yoxlayın.